Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Bugün Azərbaycanın erməni əsilli rəhbərlərindən danışacağıq. 1920-ci ilin aprel istilasından sonra Azərbaycanda Xalq Cümhuriyyəti devrildi və bolşeviklər hakimiyyətə gəldi və bu rəsmən Azərbaycanın işğalı idi. Və 1920-ci ildən 26-cı ilə qədər Rus, Ukrayna əsilli şəxslər Azərbaycana rəhbərlik elədilər. Amma 1926-cı ilin yanvar ayının 21-də Levon Mirzoyan, erməni əsilli şəxs, Azərbaycan Komünist Partiyasının birinci katibi, de facto və de jure Azərbaycanın rəhbəri, prezidenti seçilmiş oldu. Daha doğrusu hakimiyyətə gətirildi. Levon Mirzoyan 1897-ci ildə deməli doğulub, Dağlıq Qarabağda dünyaya gəlib və belə deyək, Azərbaycanın suyunu, çörəyini yemiş şəxslərdən biri idi. Və Azərbaycan Həmkarlar İttifaqının sədri 20-25-ci illərdə olub. Sonra Azərbaycan SSR Əmək Xalq Komissarı, Azərbaycan Komünist Partiyası Bakı Komitəsinin katibi olub. 25-29-cu illərdə Azərbaycan Komünist Partiyası Mərkəz Komitəsinin sədri vəzifəsində çalışıb. Təxminən 3 il yarım Azərbaycana rəhbərlik edib. 29-33-cü illərdə Dairə Komitəsinin katibi olub. Sonra Komünist Partiyası Ural Vilayət Komitəsinin ikinci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayətinin birinci katibi olub. Yəni Azərbaycana rəhbərlik eləyəndən sonra daha sonra Qazaxıstana göndərilib və Qazaxıstanın da rəhbəri olub, belə deyək. 1937-ci ildən Qazaxıstan Komünist Partiyası Mərkəz Komitəsinin birinci katibi vəzifəsində çalışıb. SSR Mərkəzi Seçki Komissiyasının üzvü olub. Lenin ordeni alıb bu mükafatlarına görə və Qazax xalqının 2 milyon Qazaxın acından ölməsi prosesinə birbaşa Levon Mirzoyan rəhbərlik edib. Eyni zamanda 1926-cı ildə Azərbaycana rəhbərlik eləyərkən Türkoloji qurultayın çağırılması və Türk dünyasının bütün azman alimlərinin, türkoloqlarının bir aya siyasının çıxarılması və 37-ci ildə onların hamısının güllələnməsinin əsas təşkilatçılarından biri olub. KGB agenti olub, bəlli məsələdir və 1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefartova zindanında güllələnib və daha doğrusu güllələnib 1958-ci ildə dırnaq arası bəraət alıb Stalin ölümündən sonra. Və onu da qeyd eləyək ki, Levon Mirzoyan əslində bir çox günahsız insanların ölümündə baş rol oyuncusu, baş rol oynayan şəxs olsa da əslində su sərnəyi, suda sınar prinsipi ilə özü də həmin yolda canını vermiş oldu. Yəni Stalinin yolunda, belə deyək. Levon Mirzoyandan sonra Ukrayna əsilli Xersonda doğulmuş Nikolay Jikalo Azərbaycanda rəhbər olur. Sonra Polanski gəlir. Sonra növbəti Azərbaycan erməni əsilli rəhbəri Ruben Rubenov və ya Ruben Mkırtıçyan. Tiflisdə doğulub 5 iyun 1893-cü ildə. Sonra 37-ci ilin 27 noyabrında Stalin əmri ilə güllələnib Moskvada. Sovet Partiya və dövlət xadimidir, təbii ki, dırnaq içərisində. Sovet İttifaqı Komünist Partiyasının üzvü, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi 33-cü ildə. Rubenov, Ruben Mkırtıçyan cəmi 306 gün Azərbaycana rəhbərlik eləyib. Deməli, 7 fevral 33-cü ildə Azərbaycan rəhbəri seçilib, 10 dekabr 33-cü ildə isə 306 gündən sonra rəhbərlikdən kənarlaşdırılıb. 37-ci ilin sentyabrın 15-də həbs olunur. Həmin il noyabrın 17-sində terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham edilir və SSR Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılır. Ölüm hökmü çıxarılan gün Moskvadakı Donskoy qəbristanlığında güllələnir. 1954-cü ilin noyabrın 17-də SSR Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alır. Yəni daşnaqlardan biri də Rus KGB-sinin
belə deyək də, sifarişi ilə yenidən bəraət alır. Və sonraki illərdə Azərbaycana bir daha erməni rəhbərlik eləmir. Çünki Mirzəfər Bağırov hakimiyyətə gəlir. Bağırovdan sonra Mir Teymur Yaqubov, sonra İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov Azərbaycan SSR Komünist Partiyasının rəhbəri, yəni birbaşa Azərbaycanın rəhbəri seçilir və 14 sentyabr 91-ci ildə artıq Ayaz Mütəllibovun Azərbaycan SSR-nin rəhbəri kimi son iş gün olur və 8 sentyabr 1991-ci ildə keçirilən seçkilərdən sonra Ayaz Mütəllibov artıq müstəqil Azərbaycanın prezidenti seçilir. Ondan sonra bildiyimiz kimi Elçi bəy 7 iyunda prezident kimi and içir. 92-ci ilin 7 iyununda, 93-cü ilin 15 mayında Heydər Əliyev Ali Sovetinin sədri seçilir və prezident səlahiyyətlərinin icrasına başlayır. 3 oktyabrda prezident Heydər Əliyev artıq rəsmən Azərbaycanın prezidenti vəzifəsini tutur və 2003-cü ilin 12 dekabrına qədər, yəni öldüyü günə qədər və daha doğrusu hələ 2003-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev seçilmişdi. Və İlham Əliyevin prezident seçilməsi bu günə qədər davam eləyir. 2008, 2013, 2018-ci illərdə də, hətta 2024-cü ildə də səhv eləmirəmsə bir dəfə prezident seçkiləri oldu və artıq 4-cü, 5-ci dəfədir ki, sayını unutmuşam, prezidentimiz İlham Əliyevdir. Belə, hörmətli tamaşaçılar, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı, şərh yazmağı da unutmayın. Yeri gəlmişkən bu Azərbaycanın erməni əsilli rəhbərlərinin adlarını niyə çəkdim, onlar haqqında niyə məlumat verdim? Ona görə ki, bugün Azərbaycan müstəqildir, Azərbaycanın müstəqil dövləti var. Bugün özümüz, öz taleyimizin sahibiyik. Yəni bizi kənardan idarə eləmirlər və bu baxımdan Azərbaycanı şanslı ölkə saymaq olar. Çünki dünyadakı 5000 xalqdan, 5000 dildən hər kəsin dövləti yoxdur, hər xalqın dövləti yoxdur, hər dövlətin də öz dili yoxdur. O baxımdan biz şanslıyıq. Həm dilimiz var, dövlət dilimiz var, ana dilimiz var, həm dövlətimiz var və o baxımdan da önəmlidir ki, bu məsələ Azərbaycanın müstəqilliyi o zaman əbəd olacaq ki, biz həqiqətən də özümüzün, öz taleyimizin sahibi olacağıq. Özümüzü vətəndaş kimi hiss eləyəcəyik. Vətəndaş kimi hiss eləmədikcə biz də öz dövlətimizin sahibi olmaya bilərik. Yəni bunu bizə çox görə bilərlər. Və çalışmaq lazımdır ki, təpədən dırnağa qədər hər bir prosesə ayıq-sayıq baxmalıyıq. Kənar müdaxilələrə, kənar zərərli fikir axınlarına uymamalıyıq. Nəhayət, hər kəs ən sıravi vətəndaşından ən ali vətəndaşına qədər bu dövlətin öz əməli ilə keşiyində dayanmalıdır. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Özünüzü qoruyun ki, vətəni də sözün bütün mənalarında qoruya biləsiniz. Sağ olun.